Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz 8-ci sinif ingilis dili dərsliyində olan qaydalarımızdır. Birinci qaydamız Unit 1 birinci bölmədə bizə present perfect indiki bitmiş zaman qaydasıdır. Təsdiq cümlələrdə ən birinci biz onu yadımıza salaq ki, present perfect, yəni indiki bitmiş zamanın quruluşu have feilinin have, has formaları, əsas feil isə past participle, yəni feilin üçüncü forması ilə qurulur. Quruluşda əgər biz bitmiş zamandan danışırıqsa, indiki bitmiş zamanın quruluşu have, has üstəgələk feilin, əsas feilin past participle, yəni ki, keçmiş zaman feili sifət, feilin üçüncü forması. Feilin üçüncü forması qaydalı feillər id ilə düzəlir, qaydasız feillər isə kökündən dəyişir. Bütün şəxslərdə have, üçüncü şəxsin təkində isə has forması istifadə olunur. Yadda saxlayaq ki, have və yaxud has bu zamanın köməkçi feilidir. Köməkçi feilidir və köməkçi feil, əsas feil isə üçüncü formada, past participle formasında. I, you, we, they have traveled to Turkey. Mən, sən, biz, onlar Türkiyəyə səyahət etdik. He, she, it has flown to Turkey. O, Türkiyəyə uçdu. Burada bütün şəxslərdə have feilinin have forması, mübtədamız üçüncü şəxsin təkindədirsə, has forması istifadə olunur. Qısaltmalar, onlar I, we, you, we, they, we, his, she's, its. Traveled, flown to Turkey. Burada we, have'in qısaldılmış formasıdır. Apostrof s isə has'in qısaldılmış forması. Apostrof s'in, has'in və yaxud is'in qısaldılmış formasını düzgün ayırt etmək üçün siz həmişə əsas feilin formasına baxın. Əgər əsas feil üçüncü formada, qaydalar idi formasında, qaydasızlar isə kökündən dəyişmiş formada, üçüncü formada gəlibsə də, deməli, apostrof s, s has'in qısaldılmış formasıdır. Əgər siz görsəz ki, apostrof s-dən sonra, yəni ayırt edə bilmirik, bu has'in mi qısaldılmış formasıdır, yoxsa isim mi qısaldılmış formasıdır? Ondan sonra gələn feilə baxın. Əgər ing-li gəlibsə də, deməli bu isdir. Yox, əgər üçüncü formada gəlibsə, deməli bu has'in qısaldılmış formasıdır. Sual, ümumi sual cümlələrini yaratmaq üçün present perfect zamanında bizim bu zamanımızın köməkçi feili have, has olduğu üçün ümumi suallarda have və yaxud has mübtədadan əvvələ keçir. Have I traveled to Turkey? Has he flown to Turkey? Qısa cavablar bizim sualımızın hansı köməkçi feillə qurulmasından asılı olaraq qısa cavablarda da həmin köməkçi feil iştirak eləməlidir, mütləqdir. Biz həmişə sualımıza baxırıq. Sualımız hansı köməkçi feil ilə düzəlibsə də qısa cavablar həmin köməkçi feil ilə verilməlidir. Yes, I have məsəl üçün, yes, he has, inkarda no, I haven't və yaxud no, he hasn't. İnkar cümlələr present perfect zamanının köməkçi feili have, has olduğu üçün inkar cümlələrdən not, have və has-ə əlavə olunur. Not ədatı. I have not traveled to Turkey, she has not traveled to Turkey. Bunların da qısaldılmış forması var. Haven't, hasn't, yaddan çıxartmayaq. Xüsusi sual cümlələrində biz bilirik ki, xüsusi sual cümlələrində ən başda bizim sual əvəzliyimiz gəlməlidir. Sual əvəzliyindən sonra sual cümləsi olduğu üçün köməkçi have, has, sonra isə mübtada və xəbər gəlir. Məsələn, who have you seen there? How long has he been there? Əgər bizim xüsusi sualımızın sual əvəzliyi who və yaxud what mübtada yerindədirsə, ondan sonra gələn köməkçi
has forması olur, sonra isə əsas feilin üçüncü forması. Yəni, yadda saxlamaq lazımdır ki, who kim və yaxud what nə cümləmizin, sual cümləmizin mübtədası ola bilər. Əgər who və yaxud what sual cümləmizin mübtədasıdırsa, özündən sonra gələn xəbəri üçüncü şəxsin təkində götürür. Present perfect zamanında isə has feili forması olacaq, sonra isə yenə də əsas feilin üçüncü forması. Present perfect zamanının for, since, already və yet ilə işlənmə halları. For mənası, we use for when we measure the duration, when we saw how long something lasts. Biz for bağlayıcını nə vaxt işlədirik? Əgər biz hərəkətin davam etmə müddətini görürüksə, yəni hərəkət nə qədər davam edir? We use for plus a period of time to measure a period of time up to the present. Biz burada for və üstəgələk davam etmə müddətini əlavə edirik. Məsələn, for 10 minutes 10 dəqiqə ərzində, for 6 days 6 gün ərzində, for 3 years, for 3 centuries. Məsələn, I have known her for a long time. Mən onu uzun müddətdir ki, tanıyıram. Uzun müddət bu bizim davam edici, deməli, müddətimizin davam etməsini göstərir. I have lived here for 10 years. Mən burada 10 ildir ki, yaşayıram. 10 il ərzində yaşayıram. Deməli, mənim burada yaşamağım 10 il müddətində davam edir. Since, nə vaxt since-dən istifadə edirik? Since gives the starting point of actions, events or states. Since-dən sonra biz hərəkətin, hadisənin, halın, vəziyyətin başlanma nöqtəsini göstəririk. It refers to when things began. Since göstərir ki, hərəkət nə vaxt və yaxud nə zaman baş vermişdir. Başlanma tarixini göstərir. Since plus a point in time in the past until now. Since-dən sonra gəlir zaman, başlanma müddət, keçmiş zamanda. Since can also be used in the structure. It has been period of time since. Ola bilər ki, belə bir quruluş olsun. It has been müddət, sonra isə since. Since 9 o'clock, saat 9-dan bəri. Since Monday, birinci gündən bəri. I have been here since 7 o'clock. Mən saat 7-dən bəri buradayam. I have known him since January. Mən onu yanvar ayından bəri tanıyıram. It has been 2 months since I last saw her. Diqqət edin, since-dən əvvəl present perfect, since-dən sonra past simple. Mən axırıncı səfər onu görəndən bəri 2 aydır. It has been 3 years since the last earthquake. Axırıncı zəlzələdən bəri 3 il keçmişdi. 3 ildir ki, məsəl üçün axırıncı zəlzələ olmuşdu. Already, artıq. Already means that something happened earlier than we expected. Already o mənanı verir ki, nəsə, hansısa bir hadisə, hansısa bir hərəkət biz gözlədiyimizdən daha erkən baş vermişdi, daha əvvəl baş vermişdi. We put already after has or have and before the main verb. Already-ni biz has və have-dən sonra və yaxud əsas feildən əvvəl işlətməliyik. I have already seen that film. Mən artıq bu filmi görmüşəm. Already-nin işlənmə yeri haradadır cümlədə? Have-dən sonra, əsas feildən əvvəl. I have already seen that film. I don't want to see it again. Mən artıq bu filmi görmüşəm. Mən ona bir daha baxmaq istəmirəm. He has already done his homework. O artıq ev tapşırığını edibdir. Have you already taken the book? Siz artıq kitabı götürmüşsünüz. Yet artıq deməkdir. Yet means that something that we expected hasn't happened. Yet daha mənasında. Already artıq, yet daha. Deməli, yet onu ifadə edir ki, biz gözlədiyimiz nəsə hələ baş verməyibdir.
We usually put it at the end of a sentence. Adətən biz onu cümlənin sonunda işlədirik. Anne has bought a new dress, but she hasn't worn it yet. Anne yeni bir don alıbdı, amma hələ onu geyinməyib. Bəli, yet hələ mənasında. Daha yox, hələ mənasında. I haven't watered the flowers yet. Mən hələ gülləri sulamamışam. Present perfect with ever, never, just and recently. Bəli, ever, never, just və recently də present perfect zamanının göstəricisidir. Gəlin ever ilə tanış olaq. We use ever to ask if something has happened in your life until now. Biz everdən o vaxt istifadə edirik ki, nə isə sizin həyatınızda bu vaxta qədər baş verib vermədiyini soruşanda. We can use ever with superlatives and adjectives like only and first. Everəni biz sifətin üstünlük dərəcələri ilə və yaxud only, first ilə istifadə edirik. Have you ever eaten chicken in honey? Siz nə vaxtsa, siz heç bal içərisində toyuq əti yemisinizmi? It is the first time that she has ever tried Japanese food. İlk dəfə idi ki, o Yapon yeməyindən dadırdı. It is the only thing that I have ever wanted. Mənim istədiyim yalnız bir şeydir. Never, heç vaxt. We use never to say that something hasn't happened at any time up to the present. Biz neverdən o vaxt istifadə edirik ki, biz göstəririk ki, nəsə bu hal-hazırdakı vəziyyətə qədər bizim həyatımızda hələ baş verməmişdir. Məsəl üçün, I have never tried spicy shrimp toast. Mən heç vaxtı ədviyalı krevetka toastunu dadmamışam, heç vaxtı. I have never eaten sushi. Mən heç vaxtı sushi yeməmişəm. Just, we use just to talk about a very recent action which happened a short time ago. Biz just'ı o vaxt istifadə edirik ki, yenicə baş vermiş hərəkəti göstərmək üçün. It is cold here. Burası soyuqdur. Don't worry. Narahat olmayın. I have just turned on the heater. Mən yenicənə isiticini yandırmışam. Recently, bu yaxınlarda. We use recently to show that something finished within the last week or even further back in time. Biz recently-ni o vaxt işlədirik ki, göstəririk ki, nəsə bir hadisə bir həftə içində və yaxud ona yaxın bir zamanlar içində baş verib bitmişdir. She says she has been here recently. O deyir ki, o bu yaxınlarda recently burada olmuşdu. They have traveled a lot recently. Onlar bu yaxınlarda, yəni son zamanlar, axır son zamanlar çoxlu səyahət etmişdilər. Evə nə vaxtsa, never, heç vaxt, just, yenicə, recently, bu yaxınlarda, son zamanlarda. Past simple və present perfect. Gəlin biz nə vaxt past simple, sadə keçmiş zamanı və nə vaxt present perfect, indiki bitmiş zamanı istifadə edirik. Past simple is used for past actions that took place immediately one after another. Keçmiş sadə zaman o vaxt istifadə olunur ki, bir-birinin dərhal, bir-birinin ardınca baş verən hərəkətləri göstərmək üçün. He woke up, had breakfast and left home. O oyandı, səhər yeməyini yedi və evdən çıxdı. Bir-birinin ardınca bu hərəkətlər keçmişdə baş verib və biz burada past simple zamanından istifadə edirik. Present perfect is used for recently completed actions and whose results are visible in the present. Present perfect zamanı isə yenicə baş verib bitmiş hərəkətləri göstərir və onların nəticəsi bizim göz qabağımızdadır. He has written a paragraph. O paragrafı yazdı. We can see the paragraph. Artıq paragraf bizim gözümüzün qarşısındadır. Biz görürük ki, o paragraf yazılıb.
Past simple, past habits or states which are now finished. Sadə keçmiş, keçmişdə baş verən adətlər, hərəkətlər, hansılar ki, artıq bitibdir. When I was 10 years old, I walked a lot. Mənim 10 yaşım olanda mən çox gəzirdim. Actions, present perfect, actions that started in the past and continue up to the present. Vegetative verbs be, have, like, know. O hərəkətləri göstərir ki, keçmişdə başlayıb, amma hal-hazırdakı vaxta qədər davam edir və belə bir hal vəziyyət bildirən feillərlə be, have, like, know və s. I have had a computer for 2 years. 2 ildir ki, mənim kompüterim var və hal-hazırda da bu kompüter məndə var. Past simple, complete past actions not connected to the present with a stated or implied time reference. Bitmiş hərəkətləri göstərir. Onun hal-hazırdakı vəziyyət ilə, hal-hazırdakı zaman ilə heç bir əlaqəsi yoxdur. Məsələn, Mikhail Müşfiq wrote a lot of poems. Mikhail Müşfiq çoxlu şeirlər yazmışdır. He is dead. O artıq vəfat edib. He will not write anymore. O artıq yazmayacaq. Bu hərəkət bitib, qurtarıb, past simple zamanı. Present perfect. Actions which happened within a specific time period, which is not over at the time of speaking. O hərəkətləri göstərir ki, xüsusi bir zaman müddətində baş veribdir və biz danışan vaxta qədər hələ bitməyibdir. We use today, this morning, evening, week, month, year. Burada biz today, this morning, this evening, this week və s. zaman zərflərindən istifadə edə bilərik. I have spoken to her twice today. The time period today isn't over yet. I may speak to her again. Mən onunla bugün 2 dəfə danışmışam. Bugün hələ bitməyibdir. Bugün ərzində mən onunla yenə danışa bilərəm. Time expressions used with past simple. Yesterday, last week, last ago, then, when, in 2020. Past simple zamanı ilə işlənən zaman göstəriciləri. Yesterday, last week, ago, then, 2020-ci ildə, bilirik ki, 2020-ci il artıq keçib, bitib. Bunlar hamısı past simple zamanın göstəriciləridir, zaman göstəriciləridir. Present time expressions used with present perfect. Present perfect zamanın zaman göstəriciləri. Just, ever, never, already, yet, recently, so far, since, for. Unit 3, 3-cü bölmə. Quantifiers and determinants. Kəmiyyət göstərənlər və determinlər. Təyin edicilər. Few, not many, not enough. Few, az, çox az, çox olmayan, kifayət olmayan. Has a negative meaning. İnkar mənası var. Few, az, özündən sonra sayılan cəm isim istəyir. In the street, few buildings survived the disaster. Few buildings. Bu küçədə az binalar fəlakətdən sonra qalmışdı. Yəni, o qədər az binalar ki, demək olar ki, heç salamat bina qalmamışdır. Little, not much, not enough, has a negative meaning. Çox az, eyni ilə few kimi sadəcə olaraq sayılmayan isimlərin qarşısında inkarlıq mənası verir. Little'dan sonra sayılmayan isimlər işlənir. They had little time to leave their homes during the earthquake. Zəlzələ vaxtı onlar evlərini tərk etmək üçün çox az vaxtları vardı. Yəni, ümumiyyətlə demək olar ki, heç vaxtları qalmamışdı. A few, bir neçə. Some, a small number. Biraz, az bir miqdarda, kifayət edən qədər. Has a positive meaning. Müsbət mənası verir. A few-dan sonra sayılan cəm isim işlənir. In the street, the earthquake damaged only a few buildings. Bu küçədə zəlzələ yalnız bir neçə bina dağıtmışdır. Yəni ki, bir neçə bina dağılmışdır, əksər binalar salamat qalmışdır. A little, eyni ilə a few-nun sayılmayan isimlərlə işlənən forması. O da biraz, az miqdarda kifayət edəcək qədər müsbət mənası var.
A little'dan sonra sayılmayan isim gəlir. They had a little time to leave the area during the forest fire. Onların meşə yanğınından tərk etmək üçün biraz vaxtları var idi. Yəni kifayət edirdi. Not, now, not or not any. Diqqət edək. Now'dan sonra sayılan və yaxud sayılmayan isim işlənə bilər. Ümumiyyətlə now'dan sonra hər cür isim işlənə bilər. Sayılan tək, sayılan cəm və yaxud sayılmayan. No rescue teams were able to reach the location. Now bərabərdir not və yaxud not any. Notdan sonra isə sayılan tək isim gələrsə də qeyri-müəyyənlik artiklından, sayılmayan və yaxud sayılan cəm ismi gələrsə də not any ilə işlənər. Nandan sonra isə demək olar ki, burada heç biri özündən sonra nan dərhal birbaşa isim qəbul etmir, qətiyyən. Nan isimsiz işlənir. Məsələn, how many rescue teams did your organization send to the area? None. Nə qədər deyir xilas edici komanda siz o əraziyə göndərmişdiniz? Heç nə qədər. None, isimsiz. We can use none with singular or plural nouns. Biz none-dan sonra tək və yaxud cəm isim işlədə bilərik. It depends on the noun it refers to. Hansı ismə aid olduğundan aiddir. We need doctors in the area. Bu ərazidə bizim həkimlərə ehtiyacımız var. None have arrived yet. Hələ heç biri gəlməyib. None nəyi əvəz etdi? Doctors cəm ismi əvəz etdi. We need baby food. Bizim uşaq yeməyinə ehtiyacımız var. None has arrived yet. Heç nə gəlməyibdi. Hələ heç nə gəlməyibdi. None burada baby food sayılmayan tək ismi əvəz etdi. None of. None dərhal özündən sonra birbaşa isim götürmür. Amma əgər none-dan sonra of işlənibsə də artıq none of özündən sonra isim də götürə bilər, pronoun da götürə bilər. For earthquakes have hit the city this month. Likely none of them were catastrophic. Yani none of the earthquakes were catastrophic. None of əvəzlik götürüb, none of isim götürüb. We can use a plural or singular verb with none of. None of'dan sonra biz xəbəri təkdə də, cəmdə də işlədə bilərik. The singular form is usually more formal. Xəbərin tək işlənməsi adətən formal bir vəziyyətdir. However, when none is used with an uncountable noun, the verb must be singular. Amma əgər none sayılmayan isimlə işlənibsə də məlum məsələdir ki, artıq burada xəbər təkdə olmalıdır. Different social media accounts shared information about the disaster. None of the information sayılmayan isim, xəbər was correct, xəbər təkdə. All, everyone, the complete number or amount or the whole. All, hər kəs və yaxud hər şey və yaxud nəyinsə həcmi və yaxud the whole, bütöv, bütün. All-dan sonra sayılan cəm isim gəlir, xəbər cəmdə. All disaster survivors have beaten memories of the disaster. Survivors cəmdə, xəbər have cəmdə. All my aunts and uncles live in the area where the catastrophic landslide happened. All'dan sonra aunts and uncles cəmdə, live xəbər cəmdə. All the homes in the area were affected by the landslide. All'dan sonra homes cəmdə, xəbər cəmdə. All 25 homes were affected by the landslide. 25 homes cəmdə, were cəmdə. Nəyə diqqət etməliyik? Əgər biz diqqət etməliyik ki, yerlik əvəzlikləri, artikel, ümumiyyətlə hər hansı bir təyin edici durubsa da bizim ismimizin qarşısında, onlar oldan sonra gəlməlidir. Olun qarşısında heç vaxt nə artikel, nə yerlik əvəzliyi, nə də başqa bir təyin edici işlənmir.
Yerlik əvəzlikləri, artikel, təyin edicilər hamısı oldan sonra gəlir. Əgər oldan sonra sayılmayan isim gəlirsə, xəbərimiz təkdə olmalıdır. All information about the disaster was wrong. All information sayılmayan isim, xəbər was təkdə. We can use all with of. Biz all of ilə işlədə bilərik. Və əgər all of-dan sonra əvəzlik gəlirsə, bu əvəzlik obyekt halda olmalıdır. All of us are hoping for good news from the area. I have sent all of my books. Əgər bu sayılan bir isimdirsə, mütləq şəkildə isim cəmdə olmalıdır. Və of-dan sonra ismin qarşısında təyin edici işlənməlidir. Təyin edicilər ola bilər yerlik əvəzliyi, ola bilər işarə əvəzliyi, ola bilər article, ola bilər say. We don't use all of with uncountable nouns. All of ifadəsindən sonra sayılmayan isim işlənmir. All of the information is wrong, düzgün deyil. Sadəcə olaraq deyə bilərik all information. Both, hər ikisi, one and the other, bu və o. Both, hər ikisi, o və o. Both of-dan sonra biz əvəzlik işlədiriksə, biz əvəzliyi obyekt halında işlətməliyik. Both Ayan and Emilia love living in village. Həm Ayan, həm Emilia kənddə yaşamağı xoşlayır. Əgər both and ilə bağlanıbsa, həm də deməkdir. Xəbər mütləq cəmdə olmalıdır. Both of ifadəsindən sonra əvəzlik obyekt halında gəlməlidir. Xəbər bir daha cəmdə olmalıdır. Both of them love village. Onların hər ikisi kəndi sevir. Either one or the other, bu və yaxud digəri. Either or ifadəsi bu və ya o. Fəridə can live either in a city or in a village. Fəridə yaşaya bilər həm şəhərdə, həm kənddə. Either or, həm. Either'dan sonra birbaşa sayılan tək isim gəlir. Birbaşa. Either place is a good option. İsim təkdə, xəbər təkdə. Either of-dan sonra sayılan cəm isim gəlir, amma həmin ismin qarşısında təyin edici olmalıdır. Təyin edici dedikdə biz article, yerlik əvəzlikləri, işarə əvəzlikləri və s. nəzərdə tuturuq. Either of the places is a good option for Farida. Diqqət edək. Either of-dan sonra isim cəmdə, amma xəbər mütləq şəkildə təkdə olmalıdır. Either of-dan sonra əgər əvəzlik işlədiriksə, əvəzlik obyekt halında olmalıdır. Either of them is a good option for Farida. Burada da either of-dan sonra əvəzlik obyekt halında, amma xəbər mütləq şəkildə təkdə olmalıdır. Neither nor, nə. Neither Nicat nor Kənan live in village. Nə Nicat, nə də Kənan kənd həyatını sevmirlər. Neither Nicat nor Kənan. Uzlaşmaya baxın. Uzlaşma həmişə neither nor ifadəsində nordan sonra gələn isimlə uzlaşır. Əgər nordan sonra gələn mübtada təkdədirsə, xəbər də təkdə olmalıdır. Əgər siz nordan sonra gələn mübtadanı cəmdə görərsinizsə, xəbəri cəmdə götürməlisiniz. Neither birbaşa sayılan tək isim qəbul edir. Neither girl likes noise in the city. Neither birbaşa isim təkdə, xəbər təkdə. Əgər neither of ilə birləşibsə, özündən sonra ismi cəmdə, amma həmin ismin qarşısında mütləq bir təyin edici olmalıdır. İsim cəmdə, xəbər təkdə olur. Neither of the boys prefers a quiet life. Neither of-dan sonra isim sayılan cəmdə, qarşısında article var, təyin edici mütləq olmalıdır. Xəbər isə təkdə olur. Oğlanların ikisindən heç biri sakit həyat xoşlamır. Neither of-dan sonra əvəzliyimiz obyekt halında gəlməlidir. Neither of them prefers a quiet life. Onlardan heç biri, yəni ki, neither ikisindən heç biri deməkdir. Yəni, oğlanların ikisindən heç biri sakit həyat xoşlamır.
Nice is a negative word that we use only with positive verbs. Nice inkarlıqdır. Ona görə də biz onları yalnız təsdiqdə olan feillərlə işlədə bilərik. Yəni, nice özü bizim feilimizə inkarlıq verir. İkinci bir inkarlığa heç bir ehtiyac yoxdur. Nice girl loves living in the city. Qızın heç biri, qızların heç biri şəhərdə ikisindən heç biri. Şəhərdə yaşamağı xoşlamır. Görürsünüzmü? Nice loves. Loves sevir, amma nice olduğuna görə deyirik ki, sevmir, xoşlamır. Nice girls doesn't love living in the city. Xeyr, cümləmizdə inkarlıq nice varsa da artıq ikinci inkarlıq istifadə edə bilmərik. Yadda saxlayaq ki, nice not one or the other. Nice nə bu, nə o. İkisindən deməkdir. İkisindən heç biri deməkdir.